Yarmarkada hələ belə bir məhsul olmamışdı. Nəhayət ki, mən də torpaq əlimdə, bahar ürəyimdə yarmarkasına getdim. İlk yaxınlaşdığım stend elə əsas girişdən girəndə birinci olaraq solda yerləşir. Bura Yummy Ponçik adlanır. Düz yanında Mr. Shawarma yerləşir, hardakı ləzzətli kabablar və dönərlər sınaya bilərsiniz. Yummy Ponçikdə istənilən şəklinizi kofenin üzərinə vururlar. Özü də rəngli şəkildə. Bunu ümumiyyətlə həyatımda ilk dəfə idi görürdüm, çox maraqlıydı. Yummy Ponçik məhsullarını ən münasib satan yarmarkada tək-tük yerlərdəndir. Belə ki, burada qiymətlər cəmi 30 qəpikdən başlayır. Bəli, sadə ponçiklar burada cəmi 30 qəpikdir. Biz vanilli, kivili, şokoladlı və çiyələkli ponçik götürdük. Çox dadlıydı və təzə idi. Buranın un məmulatlarına isə söz yoxdur. Xəmiri döymə xəmirdən hazırlanır. İçi isə dop dolu. Piraşkiləri, digər un məmulatları da mükəmməldir. Buranın mütləq sınayın, çox bəyənəcəksiniz. Daha öncə də qeyd etdiyim kimi düz yanında da Mr. Shawarma adlı bir stend var. Burada da çox ləzzətli, isti-isti hazırlanmış kabablar verilir. Biz toyuq lüləsi, quzu lüləsi və ciyər kababı sifariş etdik. Bundan əlavə olaraq rəfiqəm çörəkdən, mən isə lavaşda dönər də sifariş etdik. Çox dadlı və içi sulu idi, qətiyyən quru deyildi. Hər iki stendi sınamağınızı çox-çox tövsiyə edirəm. Bu stendlərdən nəsə alsanız şəkilləri də mənimlə bölüşməyi unutmayın.